illərə qayıdaraq başlayaq. Məsələn, xəritə anlayışından. Xəritə nədir ümumiyyətlə? Nədir xəritə? Buyur. Yerin nə idi xəritə? Nəyi təsvir edir? Tamam. Yeri başqa nə ilə təsvir edə bilərik? Məsələn, xəritə ilə təsvir edir. Necə? Globus. Əlinizi qaldırın, bunu da cavab verin. Düzdür, yeri xəritə, globus və plan vasitəsilə təsvir edə bilirik. Tamam. Uşaqlar, biz müqayisə eləsək, biz xəritə ilə globus arasında nə kimi fərqlər görə bilərik? Yəni, meyninizi işlərimizdə. Xəritə düzdür. Xəritə də keçirilmişdir. Globus, o ümumi cəhətlidir. Yox, xəritə daha dəqiq. Necə? Daha dəqiq. Xəritə daha dəqiqdir. Tamam. Yer kürəsi aslında kürə deyirik. Deməli, forma olaraq kürəyə bənzədir. Düzdürmü? Xəritə kürəyə bənzəyir, yoxsa globus kürəyə bənzəyir? Globus kürəyə. Globus. Deməli, onda biz fikrimizi çatdırsaq, daha dəqiq təsvir kimi globus deyək, yoxsa xəritə deyək? Globus. Yerə bənzəyən xəritədir, yoxsa globus? Globus. Deməli, globus daha dəqiq təsvir kimi götürə bilərik. Tamam. İlk xəritə kim tərtib edib uşaqlar? İlk xəritə kimə aiddir? İlk xəritə hansı alimə aiddir? Köhnə illərdə, köhnə siniflərdə hansı alimə aid idi? Eratosfen. Yaxşı, bəs ilk globus kimə aid? Onu qeyd etmişik. İlk globus, Stratos Malotski. Bəs bizim dövrə gəlib çatan globus? Martin Behan, doğrudur. Tamam. İndi uşaqlar, kürəni müstəviyə çevirən zaman biz dəqiqliklə köçürdə bilərik, yoxsa ortada köçürdə bilmək. Yəni, məntiqi olaraq düşünəndə sən kürən, necə? Kürə tam dəqiq kub kimi açılır. Açılır, bəli. Yəni, kvadrat kimi, düz bucaqlı kimi kürə açıla bilməz. Orada boşluqlar yaranacaq. Tamam. Deməli, uşaqlar, bizim bugünkü dərsimiz kürənin müstəviyə açılmasıdır ki, hansı ki biz buna kartografik bugünkü dərsimizin tədqiqat salı. Kartografik proyeksiya nədir və onun növləri hansılardır? Gəlin, indi mövzumuz haqqında mən sizə qısa olaraq məlumat verim, ondan sonra araşdırma aparaq bir yerdə. Deməli, kartografik proyeksiya dedik ki, kürənin müstəviyə çevrilməsidir və bu zamanda bildiyimiz kimi müəyyən təhliflər ortaya çıxacaqdır və bunu da məntiqi olaraq irəli çəkəndə gəlin gözümüzlə görək. Məsələn, kürü olaraq qarpız dilimlərinə bənzədə bilərik. Deyək ki, kürəni açmışıq qarpız dilimləri kimi və müstəvi qurmaq istəyirik. Hansı hissələr toxundu? Orta. Yəni mərkəz hissə. Mərkəz hissə toxundursa, sizcə bu hissədə boşluq yoxdursa, mənim onu doldurmağa ehtiyacım var? Xeyr. Məcbur olaraq bu boşluqları doldurmalı olaraq, düzdürmü? Tamam, bu boşluqları dolduran zaman mən onu düşünülmüş şəkildə səhvə yol vermiş oluram. Düşünülmüş şəkildə edir. Yaxşı, bəs burada məqsədim nədir? Şəkli tamamdır. Və? Boşluğu doldurmaq. Məqsədim nədir? Bunu mən eləyirəm, amma məqsədim nədir? Xəritə tamamdır. Xəritə kim üçündür ümumiyyətlə? Bizim üçün. Sizin üçün. Və siz nə edirsiniz? Yeri görürsünüz xəritə vasitəsilə. Deməli, mənim o boşluqları doldurmaqda məqsədim sizə kürədən müstəviyə köçürdərək çatdırmaqdır yer kürə. Mən, misal üçün, deyək ki, məntiq irəli sürüyük. Burada Qriyolandiya adası verir. Mən bu Qriyolandiya adasını, balaca bir hissəni, bu hissə boş qalmasın deyə doldurmalı oluram. Və görün, nə dərəcədə mən Qriyolandiyanı yuqarı böyütmüş oldum. Qriyolandiyanı görün, nə qədər böyütmüş oldum. Tamam, burada da Avstraliya yerləşir. Qriyolandiyanın sahəsi, uşaqlar, 2 milyon, 2,3 milyondur. Avstraliyanın sahəsi 7 milyondur. Şəkillə diqqətlə baxsanız, başda demək olar ki, Qriyolandiya Avstraliya boyda görsənir. Deməli, mən burada düşünülmüş şəkildə sahə təhlifini həyata keçirmiş oldum. Deməli, xəritədə olan təhliflər bölünür 4 qrupa. Forma təhlifi var, sahə təhlifi var, bucaq
tərifi var və uzunluq tərifi var. Təhrif nə oldu? Təhrif düşünülmüş səhvlərdir. Hansı ki biz xəritədə bunu həyata keçirdirik. Olsun. Nə edirik? Proyeksiyaların adlarıdır və hər dəyişmək üçün sizə 3 dəqiqə vaxt verəcəm. Həmin o 3 dəqiqə ərzində kimə hansı proyeksiya adı düşdüsə, ona verəcəyim markerlə deməli, məlumat yazır. Məsələn, silindrik proyeksiya kimə düşdüsə, silindrik proyeksiya haqqında məlumat yazır. Konus proyeksiya kimə düşdüsə, o haqqında məlumat yazır. Aydın oldu. Sonra 2 dəqiqə, sonra ya 3 dəqiqə sonra dəyişəcəyik. Buyurun. Bu da sizin marker. Markerlə yazırsınız ki, rənginiz bilinsin. Yaş. Konus markerləri dəyişmeyin. Yalnız kağıtları götüreceğim 2 dəqiqə sonra. Bir cümle maksimum 2 cümle yazın. Uşaqlar, mövzu hakkında bir cümle maksimum 2 cümle yazın. Buyurun. Təqdimata kim çıxaracaqdı qrup daxilində müəyyən edin. Buyurun. Qrup daxilində kim çıxacaqdı təqdimata indicəndə müəyyən edin. Eyni cümleleri yazmayın. Qəti olaraq onda həmin qrupa minus gedəcək. Eyni cümleleri yazmayın, həmin qrupa minus gedəcək. Bir cümle yazsanız da kifayətdir. Ben biraz dediklerinizi çok özür dilerim. Buyurun efendim. Bu size. Çok kahve nefesine verirsen. Hazırdır sizde. Bir cümle kifayet edeyim. Siz artık o vakta yazın. Buyurun. Yine 3 dakika vaktiniz var. Cad olun. Sürekli konuşacaklar. Bir cümle kifayet edeyim. Yaşlılar grubu. Yaşlı kimdeydi? Buyurun. Təqdimatı sizden başlayalım. Zəhmət olmasa elə durun ki, görünsün grup nümayəndəsi. Buyurun Fatma xanım. Silindrik proyeksiya, bu proyeksiyada qlobus şəffaf silindirin daxilində yerləşdirilir. Xəritədə dəyişikliklərin olmadığı xətt və ya Yaşlı oxuyursan, öz yazdıqlarını oxuyun. nöqtə adlanır. Silindrik proyeksiya. Davam elə, konus proyeksiya. Konus proyeksiyada belə xəttlərdə paralellər, qövsvari meridianlar isə bir mərkəzdən çıxan düz xəttlər şəklində təsvir olunur. Azimutal proyeksiya Antarktidada və Şimal Buzlu okeanı bu proyeksi ya da tərtib edilən xəritələrdə paralellər çevrələr şəklində olur.
Çoxuzlu proyeksiya xəritələrin miqyası böyük və orta kəsikləri isə çox az olur. Tamam. Göy renk. Buyurun. Silindirik proyeksiyalarda əsasən dünya xəritələri, xüsusən ekvator ərazilərinin xəritələri çəkilir. Azimutal proyeksiyalar köməkçi hissələri, həndəsi, səth kimi müstəvidə istifadə olunur. Çoxüzlü proyeksiya Azərbaycan xəritələri bərabər bucaqlı konus və çoxüzlü proyeksiyalarda tərtib olunur. Konus proyeksiya sıfır təhlil xəttindən uzaqlaşdıqca təhlillər artar. Tamam. Kırmızı. Silindirik proyeksiya, silindirik toxunma xəttində bütün tərəzilər sıfıra yaxın olur. Azimutal proyeksiya, müstəvidən göyə toxunma şübhəsində təhlil olunur. Konus proyeksiyalarda xəritə tərtib olunarkən, konusun səthi ilə 60 dərəcədə ona yaxın olan tərəzə kəsilir. Ona görə də bu fayda boyunca təhlil demək olur. Qanun. Silindirik proyeksiyada xəritədə təklif olunmadığı xətt və ya nöqtə sıfır Dördüncü grup sizden təklif nizam və ya bozuldu. Ses geldi sizden devamlı. Silindirik proyeksiyada xəritə təklifi olmadığı xətt və ya nöqtə sıfır təklif xətti və ya sıfır təklif nöqtəsi adlanır. Çoxüzlü proyeksiyalar yer kürəsi səthi, kürə deyil, çoxüzlü sayda proyeksiyalar bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərdə təsvir, yəni əsasən də tropik xəritələrdə istifadə edilir. Konus proyeksiyalarda xəritə tədqiq olunarkən globus konus səthi ilə bölmə payı paraleldir. Azimut proyeksiyasında yarım kürələrin xəritəsində azimutlar proyeksiya tətbiq edilir. Sindirik direksiyada. Tekrar cümlede. Kırmızıların burada məlumatı yoxdur. Tekrar. Kırmızılar, göylər və qaralarda təkrar cümlələr getdiyinə görə məlumat təskinliyimiz var. Deməli, birinci qrup sizdə göy rəngi idi. Sizdə göy rəngi idi. İkinci qrup sizdə qırmızı rəngi idi. Üçüncü qrup yaşlı rəngi idi. Dördüncü qrup sizdə də təkrar. Nizama görə dördüncü qrup səs aldığına görə az da olsa nəzərə alırıq. Təqdimata görə çox sağ olun, hər birinizə təşəkkür edirəm. Əziyyət çəkdiniz, əməkdaşlığa diqqət elədim. Hər birinizdə müsbət qarşılanır. Cəm olaraq üçüncü qrup qalib qrupumuzdur. Təbrik edirik. Deməli uşaqlar, belə bir tapşırıq yerinə getirək sizinlə. Diqqətiniz məndə olsun. Belə bir tapşırıq getirək, amma tapşırıqdan qabaq proyeksiyalarımız haqqında biraz da aydınlıq gətirək. Uşaqlar, sindirik proyeksiyada hansı xətt toxunurdu? Sıfır neydi? Yəni sıfır xətti nədir adı? Ekvator. Onda düşünə bilərəm ki, sindirik proyeksiyada ekvatorda tətbiq olunur. Düzdürmü? İndi mən hansı halda silindirik proyeksiyadan istifadə edərəm? Baxın, bir də deyirəm. Silindirik proyeksiyada harda toxunur? Ekvatorda. Toxunursa deməli səhv yoxdur. Deməli, mən hansı halda silindirik proyeksiyadan istifadə edərəm? Harda yaşasam? Ekvatorda yaşasam, mən silindirik
proyeksiyadan istifadə edərəm. Düzdürmü? Tamam. Bəs mən qütbdə yaşasam hansı proyeksiyadan istifadə edərəm? Sıfır azimut. Mən qütbdə yaşasam azimut halda olur. Yaxşı, bəs mən qütb ətrafında yaşasam? Konusuna. Ay, israf olur. İndi uşaqlar, burada mən sizə ölkələri qeyd elədim. Ne edirik? Bir hansı ölkə, hansı proyeksiya ilə tərtib olunarsa, onu müəyyən edirsiniz. Aydın oldu? Tamam. Və müəyyən edəndən sonra gətiririk, burada yerləşdirdik. Bu olsun bizim konus proyeksiyamız, bu da olsun bizim silindrik proyeksiyamız. Ölkələrdən hansını konusuna, hansını silindriklə tərtib edərəmsə, buradan götürüb yerləşdirirsiniz ora. Aydın oldu, qrup gəlirsiniz. Hər qrupdan, gəl. Gəl, birini yerləşdir. Orada baxacağım mən. Diqqətli olaq. Birini götür, yerləşdirdik konusuna tərtib edərsən, yoxsa silindriklə tərtib edərsən həmin ölkənin xəritəsini. Fatıma gel. Sakin. Birini götür yerleştir. Daha da silindrikten istifade ederim. Madrasada götürdük, motoru götür yerleştir. Devam edelim. Gelin İsmail. Ha. Devam edelim. Bu gruptan da sizler. Götür yerləşdir, axırda baxacaq. Götür yerləşdir, axırda baxacaq. Görək hansı səhv yazılsa, hansı düz gedirlər. Cəld olur. Cəld olur. Emin gəl, devam otur. Biraz cəld olur uşaqlar, sessiz hərəkət edin. İkinci grupdan Xərcə gəl. Mehdi gel. Zemin gel. Lügar gel. Biraz daha doğru. Nuray gel. Sermul gel. Nihat gel. Hüseyin gel. Görevli Türkiye'de sensizlik mutlu yapıyor. Doğru qeyd elədiniz. Deməli, mən qütb ətrafında yaşasam hansı proyeksiyadan istifadə edərəm? Konus, sündürdən deyin də. Ekvatorda yaşasam silindrik. Baxaq indi. Braziliyanı konusa qeyd edən. Ne? Kim Braziliyanı O konusa bizde qeyd değil. edən? Rusya doğrudur, İsveç doğrudur, Norveç doğrudur, Endonezya. Sağ olun. Almış Alyaska düzdür, Kanada düzdür, yani silindire
baxaq görək orada səhvlər nədir. Kongo doğrudur, Ekvator doğrudur, Kolumbiya doğrudur, Brunei doğrudur, Venezuela doğrudur, Niger doğrudur, Finlandiya yuxarıdaydı, o konus olmalıydı. Deməli 3 dənə ölkənin yerini yaxşı qeyd edəməm. İnanıram ki elədi. Tamam. Ola bilməz. Tamam, inanıram ki elədi. Xülasıq mənə. Bugünkü dərsimizdən öyrəndik ki, kartografik proyeksiya kürənin müstəviyə təsviridir və biz bu kartografik proyeksiyanı 4 üsulla həyata keçirdirik. Biri konus, silindrik, çox üzlü və azimutaldır. Deməli, konus proyeksiya qütb ətrafı ərazilər təsvir edilir. Meridianlar bir nöqtədən keçir, paralellər qövsvarı təsvir edilir. Silindrik proyeksiyada meridian və paralellər düzbucaq altında kəsişir və ekvatorial ərazilər təsvir edilir. Konus proyeksiya ilə silindrik proyeksiyanın ortaq cəhəti odur ki, hər ikisində xətt boyu təhrif sıfıra bərabər olur. Azimutal proyeksiyada kürə müstəviyə bir nöqtədə toxunur və toxunma nöqtəsində təhrif sıfıra bərabər olur. Və azimutal proyeksiyada meridianlar yenə bir nöqtədən çıxır, amma paralellər çevrə şəkildə təsvir edilir. Çoxuzlu proyeksiyanın isə digərlərindən fərqi kiçik ərazilərin təsvir edilməsi və trapesiya formasında təsvir edilməsi, eyni zamanda Azərbaycan xəritələrdə çoxuzlu proyeksiyada tərtib olunur. Belə, dərsimizin vaxtına hələ ki var. Gəlin sizlə bir dənə də Venn diaqramı həyata keçirdək. Görək nə yadınızda qalır. Bir dəqiqə var. Götürəcəm. Heç nə yazmırsınız, heç nə yazmırsınız. Bu sizin əlinizdə hazır qalacaqdır. Heç nə yazmırsınız, proyeksiyaların adıdır. Mən sizə sual verəcəkdir, siz qaldıracaqsınız. Bunun ayrıca altına aiddir. Aydın olur. Deməli uşaqlar, nə edirik? Mən sizə əlamətlər deyirəm, qrup, mənə baxın. Mən sizə əlamətlər deyirəm. Siz mənə həmin əlamətlər hansı proyeksiyaya aiddirsə kağızı qaldırırsınız. Mən görüm bütün qruplar düz eləyir ya yox. Aydın oldu. Məsələn, Ekvatorda yaşasam həmin proyeksiyadan istifadə edirik. Danışmırıq, göstəririk. Tələsbi gecikdiniz. 3 qrup əla. Qütb ətrafında yaşasam ondan istifadə edərəm. Səhvdir. Düzdür, səhvdir. Düzdür. 2 qrup düzdür. Antarktidanın xəritəsi həmin proyeksiyada olar. Aferin. Sizdə səhvdir, orada yoxdur. Tamam. 60 dərəcəli paraleldə toxunur. Səhvdir. Düzdür. Aferin. Ekvator toxunur. Kaldırırım. Səhvdir. Meridian və paralellər düz bucaq altında kəsişir. Silindirik doğrudur. Tamam. Mənə qulaq asın. Meridianlar bir nöqtədən çıxır. Paralellər qövsvari təsvir edilir. Hayır, konus. Tamam, konus. Doğru. Düz eləyir. Hə. Aferin. Tamam. Məncə konus. Trapesiya şəklində olur. Trapesiya, aferin. Azərbaycanın xəritəsi həmin proyeksiyada olur. Səhvdir. Azərbaycanın xəritəsi. Çox uzundur, bayaq dedim axı. Diqqətli olun. Əlbisə saxlı ya. Tamam. Uşaqlar, gəlin indi dərsimizi yekunlaşdıraq və mənim cümləmi tamamlamağınızı xahiş edirəm. Biz bugün öyrəndik ki, əlinizi qaldırın, cavab verin. Buyur. Globusda dünya xəritəsi daha güzel. Daha dəqiq görə bilərik. Buyurun. Xəritlər. Tamam, davam edin. Buyurun. Təhlil zamanı düşünülmüş xətaya yox verir. Aferin, doğrudur. Davam edin.
işlərsə ona yaxın. Toxunur, düzdür. Davam edirik. Bugün öğrendik ki, Nigar buyur. Diğer proses sahip olacaq. Aferin. Düzdür, buyur. Nuray buyur. Silindik proyeksiyada ekvator xəttində yerləşir. Toxunur və həmin toxunma xəttində də təhrik olmur. Buyur. Musa. Azərbaycan xəttə çox uzun proyeksiya. Aferin, devam et. Buyur Nigar. Siz beraber sahədə işlər. Çox sağ olun, təşəkkür ederim.